burada olan bütün qonaqlarımıza salamlayıram. Sizə salamlayıram. Və gözəllərimiz Leyla xanımı salamlayıram. Şahid, axırda sizi salamlayıram. Bilirsiniz, mən düşünürəm ki, burada məndən böyüklər də var. Mən özümə şair deyirəm, estağfurullah. Hələ mənim şair olmağıma bir əsir var. Sadəcə olaraq yazıram. Həyatın məni döyə-döyə, çırpa-çırpa, yıxa-yıxa günümü gəlib bu günlərə çıxmışam. Mən həyatın silləsini yiyə-yiyə, acını, şirini dada-dada gəlib çıxmışam bu günlərə. Və mən bu gün sevinirəm ki, sizlərin əhatəsindəyəm və belə bir gözəl insanı tanımışam. Əlbəttə, İldırım müəllimin yaradıcılığından bəhs eləsək, orada istər dünyavi hadisələr, istər vətən, ən çox da orada onun yaradıcılığında yer alan vətən sevgisi, vətən həsrətidir. Yəni, bu şairin şeirlərini, kitablarını oxudukça adam bir anlıqda özünü o qədər belə çarəsiz hiss edir ki, sevgidən kəm olur, vətəndən kəm. Bir sözlə, insanın bu şairin yaradıcılığı başdan başa qəmdir. O qədər orada məhəbbət var ki, narçan məhəbbətdən yazılıb ki, o qədər vətən sevgisindən, vətən həsrətindən yazılıb ki, oxuduqca insan özün bir anlıq unudur. Düşünürsən ki, bu elə mənim dərdimdir. Vətən dərdi tək Qarabağlıların deyil, bütün Azərbaycanın dərdidir. Yəni, bütün Azərbaycan xalqının bugün çox şükür ki, 30 ildən sonra bu günə gəlib çıxmağımız və belə xoşbəxtlik bir günə nəsib olubsa və bizim bu gözəl şairimizin vətən həsrəti bitibsə, nə xoş bizlərə və bunu bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Və mən bir haşiyə də çıxmaq istəyirəm. Bir dəfə bizim görüntü danışıqlarımız olur. Həmin görüntü danışıq vaxtı mən İldırım müəllimin bir şeir oxuyarkən, Vətən adlı şeirini oxuyarkən ağladığımı görəndə mən vətəni getdim, gəzdim, bir daşı yerində deyil, bir torpaq ağacı yoxdur, evlər yoxdur. Onun kövləri uşaq kimi ağlamağı mənim bir anda olsa gözümün önündən getmir. Mən düşünürəm ki, əgər hələ bir dənə şair evladı bu qədər yanırsa, indi görün, bizim insanlar nələr çəkirlər, necə zülmlər çəkirlər, orada əsir düşən insanlarımız, orada qaçqın düşən qızlarımız, gəlinlərimiz ki, hansı ki bizim öz evladını sinəsinə sıxıb, özünü qayadan atan gəlinlərimiz, öz sinəsini sipər edib, vətən qarşısında vətəni qoruyan oğullarımız, toy nişanı olmayan oğullarımız, gəlin otağı görməyən oğullarımız, igid oğullarımız bizim həlak oldular, amma torpağımızı bizə qaytardılar. Bax, biz belə gözəl oğulların, belə vətənpərvər oğulların nə qədər adına yazsaq şeirlər, dastanlar, hekayələr, romanlar yazsaq yenə azdır. Biz bizim üçün canından keçən vətən evlatları üçün nələr yazsaq, neynəsək də azdır. Biz onların haqlarını ödəyə bilmərik. Və vətənin bu qeyrətli oğullarına biri də İldırım müəllim, İldırım Əlişoğludur. Mən İldırım müəllimə yaradıcılığında uğurlar arzulayıram, can sağlığı arzulayıram və inanıram ki, şairimiz bundan sonra daha gözəl yazılarla bizi sevindirəcək. Artıq vətən həsrəti bitib, indi xoşbəxt günlərdən yazar və şairimiz bir daha bizi ağlatmaz. İnşallah. Təbrik edirəm, uğurlar arzulayıram. Və sözü bizim gözəl şairimiz, bizim ustad şairimiz, gözəl insan Rüstəm müəllimə verirəm. Buyurun Rüstəm müəllim.